Bakıda üzərində avtomobil hərəkət edərkən kanalizasiya xətti çöküb. Paytaxtın Xətai rayonu Nəsrəddin Tusi küçəsi 28 ünvanında maşın yaranmış quyuya düşüb. Hadisənin şahidləri deyirlər ki, bu hal bir anda elə yoldan avtomobil keçərkən baş verib. Xoşbəxtlikdən xəsarət alan olmasa da avtomobilə zərər dəyib. Ora çökməmişdi. Birdən-birə çöktü. Asfalt gedəndə çöktü aşağı. Maşın gedəndə. Hə, maşın gedəndə. Hə. Maşının qabağı deyəsən bu feri qırılmışdı. Cəmaatla zorla çatdıq. Bu da çökmüşdü onsuz da biraz da çökürdü. Aidiyyəti qurumun əməkdaşları tərəfindən çökən hissə lentlənib və müvəqqəti nişan qoyulub. Səhər gəldim, gördüm gecə burada maşınlar dayanıb. Kanalizasiyadır, çöküb. Səhər axşam da gəlmişdilər. Ara kəsmə elədilər, getdilər. O bir dəfə də bir dənə hadisə oldu, bir dənə cavan oğlan düşdü. Belə çöktü yol yadınızdadsa, getdi övsandan çıxan Allah rəhmət eləsin. Hər şey ola bilər, hər an ola bilər. Vaxtına gəlib düşmədilər də bunların üstünə. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Xəzər xəbərə bildirildi ki, Xətai rayonu Nəsrəddin Tusi küçəsindən keçən tullantı su kollektorunda çökmə baş verib. Gecə saatlarında operativ olaraq əraziyə briqada cəlb edilib, təhlükəsizlik tədbirləri görülüb, çəpərləmə işləri aparılaraq yol nişanları qoyulub. Hazırda da briqada ərazidədir. Çökmə ilə bağlı araşdırmalar aparılır. Araşdırmalardan sonra təmir və bərpa işləri icra olunacaq. Minaya Zaman Səbuhi Mustafayev, Xəzər xəbər.